qabaq yaşayan kişilər, onlar qəlbin əməllərinə görə hamını vurub keçmişdilər mərtəbədə, imanda. Tabinlərdən biri deyir ki, Mə səbəqakum Əbə Bəkrin bi kəsrəti salatin və lə siyam. Abu Bakır, tabiin kimdir? Kim ki? Peyğəmbəri görüb, hə? Yox. Sahabəni görüb. Sahabə kimdir? Kimlər ki? Peyğəmbəri görüb, iman gətirib və elə də ölüb. Tabiin deyir ki, Abu Bakır sizi, yəni sizi çox oruç tutub, çox namaz qıldığına görə qabaqlamamışdı. Nə demək istəyir? Demək istəyir ki, sizin aranızda indi elə namaz qılanlar var ki, yəni rükət, 200 rükət, 300 rükət, oruç tutanlar. Abu Bakırdan çox namaz qılıb. Abu Bakır kim idi? Sahabə, Peyğəmbərdən sonra yeryüzünün ən əfsəl insanı. Bundan çox namaz qılıb deyir. O çox oruç tuta bilər, çox sədəqə verə bilər, zəkat verə bilər. Yəni, Abu Bakır sizi çox namaz qılıb, çox oruç tutduğuna görə qabaqlamamışdı. Lakin, deyir, o qəlbinə düşən bir şeylə qabaqlamışdı sizi. Yəqinlik, iman. Yəni, var Abu Bakır nə qədər yəqindir qəlbi. Var ondan sonrakılar. Ondan sonrakılar zahirən keçiblər, amma Abu Bakırı qəlbinə görə heç kim keçə bilməz Abu Bakırı. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, onun imanı tərəzinin bir gözünə qoyulsa, ümmətin, bütün insanların imanın tərəzinin bir gözünə qoyulsa, Abu Bakırın imanı daha üstün olar. Düzdür, hədis zəif olsa da, mənası səhihdir hədisin. Abu Bakır hamısından üstündür. İndi söhbət ondan gedir ki, nə ilə çatmışdı? Namazından yox, valla. Orucundan yox, qəlb əməllərindən.